Mayın 19-undan etibarən güclü küləklə bağlı sarı və narıncı xəbərdarlıq bölgələri üzrə proqnoz paylaşılıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə mayın 19-u gündüz saatlarından başlayaraq 20-si səhərədək ölkə ərazisində müşahidə ediləcək küləkli hava şəraiti müşahidə olunacaq. Bununla bağlı sarı və narıncı kateqoriyalı xəbərdarlıq yayılıb. Xüsusilə Bakı və Abşeron yarımadası da daxil olmaqla bir sıra bölgələrdə küləyin sürətinin artacağı proqnozlaşdırılır. Bakıda və Abşeronda külək 28 metr/saniyədə güclənəcək. Paytaxt və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək. Küləyin sürəti 28,4 metr/saniyədə çatacağı ehtimal olunur. Bu səbəbdən sakinlərə açıq hava fəaliyyətlərinə uzaq durmaq və təhlükəsizlik tədbirləri görmək tövsiyə edilir. Küləkli hava şəraiti müşahidə ediləcək bölgələr: 13,9-20,7 metr/saniyə külək gözlənilən bölgələr: Dağlıq və aran ərazilər: Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl, Zəngilan, Ağdam, Ağdərə, Şuşa, Xankəndi, Xocavənd, Qubadlı mərkəzi bölgələr: Tərtər, Bərdə, Yevlax, Ağcabədi, Gədəbəy, Göygöl, Qazax aran zonaları və Cənub, Beyləqan, Salyan, İmişli, Sabirabad, Şirvan, Biləsuvar, şimal-qərb və qərb bölgələri, Göyçay, Ağdaş, Kürdəmir, Zərdab, Buca, Saatlı şimal bölgələri və dağlıq zonalar: Xaçmaz, Çabran, Siyəzən, Altıağac, Şəki, Qax, Zaqatala, Balakən, Oğuz, Qəbələ mərkəzi və dağətəyi ərazilər, Şamaxı, Ağsu, Qusar, Quba, İsmayıllı, Cənub bölgələri, Cəlilabad, Lerik, Yardımlı, Masallı, Lənkəran, Astara, Naxçıvan Muxtar Respublikası bütün ərazilər üzrə şimal-qərb küləkləri gözlənilir. 28 metr/saniyədə külək gözlənilən bölgələr: Bakı və Abşeron yarımadası, Tovuz, Samux, Ağstafa, Daşkəsən, Gəncə, Şəmkir, Mingəçevir, Naftalan, Goranboy, Qobustan, Neftçala, Hacıqabul, Xızı bu bölgələrdə şimal-qərb küləklərinin çox güclü olacağı və narahatlıq doğura biləcəyi qeyd olunub. Tövsiyələr və təhlükəsizlik tədbirləri: açıq havada uzun müddət qalmaqdan çəkinin. Hündür və təhlükəli obyektlərə yaxın durmayın. Avtomobil sürücüləri diqqətli olmalı, sürəti azaltmalıdır. Tikinti və reklam lövhələrinin təhlükəsizliyi təmin edilməlidir.